ABŞ İsfahan, Natanz və Fordoda İranın mülki obyektlərinə hücum edərək beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub. Nüvə infrastrukturuna zərbələrin uzunmüddətli nəticələri olacaq. Sizin xəbər az məlumat verir ki, bunu İranın Xarici İşlər Naziri Abbas Araqçı bildirib. ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq BMT nizamnaməsini, beynəlxalq hüququn normalarını və nüvə silahlarının yayılmaması haqqında müqaviləni kobud şəkildə pozaraq İranın dinc nüvə obyektlərinə hücum edib. Bugün səhər baş verən hadisələr olduqca hiddətləndiricidir və uzunmüddətli nəticələrə səbəb olacaq. Nazirlik rəhbəri bildirib. Bu həmçinin bildirib ki, BMT-nin qanuni yolla özlü müdafiəsinə imkan verən nizamnaməsinə uyğun olaraq İran öz suverenliyini və milli maraqlarını müdafiə etmək hüququnu özündə saxlayır. ABŞ prezidenti Donald Trump İrana xəbərdarlıq edib. ABŞ prezidenti Donald Trump İrana xəbərdarlıq edib. ABŞ-ın prezidenti Donald Trump İrana hücumları dayandırması haqqında xəbərdarlıq edib. Trump əsas məqsədin İranın nüvə zənginləşdirmə addımlarını dayandırmaq olduğunu vurğulayıb. İran İsrailə qarşı hücumlarda ilk dəfə orta mənzilli Xeybər-Şətan adlı 3-cü nəsil ballistik raketdən istifadə edib. Bu haqda İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatında deyilir. Əlavə edək ki, 1450 kilometr mənzilli raket qarşı tərəfin hava müdafiə sistemini dəf etmək qabiliyyəti ilə seçilir və müəyyən edilmiş hədəfi yüksək dəqiqliklə vurur. İranın İslam İnqilabı Keşikçiləri Korpusu İsrail ərazisinə iri miqyaslı raket zərbəsi endirilməsini təsdiqləyib və bunun yeni hərbi taktikanın tətbiqi çərçivəsində həyata keçirildiyini bildirib. Qeyd edilib ki, zərbə İsrailin strateji hərbi obyektlərinə və kommunikasiya mərkəzlərinə yönəlib. Bu əməliyyat İranın cavab gücünü nümayiş etdirmək və regional balansı dəyişmək məqsədi daşıyır. Bu hücum gələcəkdə daha koordinasiyalı və texnoloji cəhətdən inkişaf etmiş hücumların başlanğıcıdır. Əgər İsrailin hərbi və ya kəşfiyyat fəaliyyətləri davam edərsə, İran cavab tədbirlərini artıracaq.